Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin ve ala alihi tahirinel masumin. Alanu daim ala a'daihim ecma'in minel ana ila yevmiddin. Rabbi şrahli sadri ve yessirli amri ve ahlul ugdeten min lisani yefkahu kavli. Elhamdülillah Rabi'ül evvel ayındayız. Muharrem Səfər ayları artıq bitdi. Həmd olsun Allaha ki, bu illəri də Muharrem Səfər ayında Allah qapısında Peyğəmbər Əhl-i Beytinin huzurunda xidmət eləmək şərəfin bizlərə nəsib elədi. Allah inşallah bu neməti bu ölkəyə və bizlərə çox görməsin inşallah. İnşallah bir mövzu barəsində sizinlə danışmaq istəyirəm. Ümid eləyirəm həm özümə, həm sizə, eşidənlərə faydalı olar. Quran-ı Kərimdə Allah iman əhlindən danışanda, möminlərdən danışanda onların bir neçə xüsusiyyətini sayır. İslam Peyğəmbərinin ümmətindən danışanda, bizdən danışanda Allah buyurur ki, وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا Biz sizi orta ümmət qərar verdi. Bəqərə surəsinin 143-cü ayəsi. Allah insanlardan, möminlərdən, iman əhlindən danışanda onların orta ümmət qərar verilməsindən danışır. Yəni, onlar nə ifrat əhlidirlər, nə təfriddirlər. Nə həddi aşıb, aşırı məsələlərə, mövzulara, şəxslərə bağlıdırlar, nə də həddindən artıq əhəmiyyətsiz yanaşmırlar. Onlar orta həddi tutan insanlardır. Bu əslində böyük bir məsuliyyətdir ki, Allah bizləri belə görmək istəyir. Və konkret ayə buyurur ki, sizlər belə olmalısınız, orta ümmət olmalısınız. Çünki belə xəlq olunubsuz, belə qərarlaşdırılıb ki, Peyğəmbərin ümməti orta ümmət olmalıdır. Məsələlərə münasibətində ifrat və təfriddən uzaq olmalıdır. Həmçinin Ərəf surəsində buyurur ki, 31-ci ayədə وَلَا تُسْرِفُوا إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ İsraf etməyin, Allah israf edənləri sevmir. İsraf bizlərə təkcə yeməkdə, suda və s. bilir. Amma israf insan həyatının bütün sahələrinə aiddir. İstər insanın yeməyində, içməyində, yaşayışında, müharibəsində. İstənilən bir şeydə həddi aşmağa Allah icazə vermir və istəmir, sevmir. Bunlar önəmli məqamlardır. İfrat və təfrid hər bir zamanın, xüsusilə günümüzün ən böyük, ən başı bəlalı mövzularından biridir. İfrat və təfridin acı nəticələrin tarixən bu din yaşayıb, bu günləri bizim də zamanımızda bu acını təəssüf ki, biz də görürük, yaşayırıq. Mövzuya biraz daha da dərindən yanaşsaq, daha dərindən təhlil eləsək, görərik ki, Quran-ı Kərimdə küfür, şirk və iman mövzuları əslində ifrat və təfrid və orta yoldan başqa bir şey deyil. Onlar ki, şirk eləyirlər, Allaha şərik qoşurlar, müşrikdirlər. Onlar bağlandıqları kimlərsə və yaxud da nələrəsə o qədər aşırı dəyər verirlər, dəyərlərinin çoxluğundan bəlaya mübtəla olurlar. Onlar şirkə düşürlər. O ki, müşrikdir, bütə pərəstiş eləyir. Büt təkcə ağacdan, daşdan yonulan məbuda deyilmir. İstənilən bir şey ola bilər. Bəzən insan salih bir insana tapınar, salih insanı o qədər aşırı ucaldar, onu öz məbuduna çevirə bilər. Ona nisbətdə şirkə düşə bilər. Quran-ı Kərimdə bunların nümunələri var. Mövzumuz o deyil deyə üstündən keçirəm. Şirk ifrat bağlılığın təzahürüdür. Küfr isə ifrat aşırı şəkildə təfridin təzahürüdür. Küfr əhli, kafir isə o qədər ilahi nemətləri, ilahi qüdrət nümunələrini görməzdən gəlir ki, axırda hər şeyi inkar edir, həqiqəti inkar edir, göydə günəşi inkar edir. İman isə bunların ortasıdır. İman isə nə ifratdır, nə təfriddir. Məsələyə
şəxsə və yaxud da mövzulara olduğu kimi, icazə verilən kimi yanaşmağa deyərlər iman. Bu çox mühüm məsələdir və qeyd elədiyim kimi ayədə Allah təbarək və təala iman əhəllərin, möminləri Peyğəmbər ümmətin orta yol əhli kimi tanıtdırır. Onlar ifrat və təfritdən uzaq olurlar. Mən bir neçə dənə nümunə deyim, konkret nümunələr deyim inşallah. Həm özümə, həm sizə, eşidənlərə faydası olsun. Elhamdülillah, bu illəri çoxlarına ziyarət nəsib oldu. Peyğəmbər ailəsinin ziyarətinə getdilər, ziyarətdə oldular, gəldilər. Ziyarət mövzusunda da bu cürdür. Ziyarət mövzusuna da biz gördük ki, bu müddət ərzində 3 cür baxış var idi. Biri ifrat baxışı idi. Bu insanların hədəfi düzdür, bəlkə də niyyətləri pis deyildi, amma elədikləri işlər yanlış idi. İnsan ziyarətə gedir, ziyarətə aparır, ziyarətdə hər hansısa bir məsum imamın, imamzadəni tanış eləyəndə ancaq orada danışdığı hacətdən söhbət edir. Hacətlərinizi nəzərə alın, şəxsi hacətlərinizi, xəstəliğinizi, dərdinizi, bəlozu. Sanki o bir alim deyirdi, Allah rəhmət eləsin, deyirdi ki, insanlar dərdin götürüb gedirlər Əhl-i Beyt. Düzdür, Əhl-i Beyt qapısı kərəm qapısıdır. İnsan gedər dərdin elə kərimi şəxsin qapısında deyər. Amma bu formada da ancaq və ancaq ziyarətdə aparırıq, ziyarətə gedirik, hacətlərimizi alaq, belə olmamalıdır. Ancaq canı dildən əlləşir, vuruşur ki, əlində olan parçanı, yaylığı zərihə sürsün, təbərrük eləsin, gətirəndən sonra tikə-tikə onu eləyib paylasın, belə olmamalıdır. Bunlar lazımdır. Mümkün olsa təbərrük istifadə eləmək olar, bu ayrı şeydir. Amma bu məsələdə diqqətli olmaq lazımdır. Bəziləri də aşırı təfrit elədilər. Bunlar deyirlər, ümumiyyətlə ziyarət lazım deyil, nə bilim, boş şeydir, ərəbi ziyarətdir və s. və s. belə mənasız sözlər deyirdilər. Amma bir dəstəsi isə o orta ümmət nümunəsi olan insanlar, bəli, onlar gedirdilər, Peyğəmbər ailəsini ziyarət edirdilər. Orada onların barəsində insanlara danışırdılar və orada Allahdan istəyirdilər ki, özləri və orada olanlar da o yolun yolçuları kimi olsunlar. Bu, həqiqi ziyarətin modelidir. Həqiqi ziyarətçi orada təkcə hacət almaq üçün getmir. Həqiqi ziyarətçi təkcə orada təbərrük üçün getmir. Orada gedir, Allahdan özünün istəyənlərinin günahlarını bağışlatdırıb, onlar kimi olmağa çalışmaq, Allahdan kömək istəmək və eyni zamanda da o təbərrükdən və sair şeylərdən də istifadə eləmək. Bir dənə təbərrük hədis oxuyuram. Çox qiymətli hədisdir. Həzrət buyurur ki, Mən zarəl Hüseyin arifən bi haqqih. Hər kəs Hüseyni arifən bi haqqih ziyarət eləyə. Yəni, haqqını tanıyaraq ziyarət eləyə. Həzrət Hüseyin əleyhissalamın həm tarixi, həm mənəvi, həm hər yönü ilə tanıya və bu tanımaqla da ziyarət eləyə. Qəfərəllahu ləhu mə təqəddəmə min zənbihi və mə təəxxər. Allah onun keçmiş və gələcək günahlarını bağışlayar. Bu hədisin mənasını, qısa izahını deyim, bölüşüm sizlərlə. Birinci hissəsi məlumdur ki, insan gedər Həzrət Hüseyin əleyhissalamın qübbəsinin altındakı duaların qəbul olan yeridir. Orada özünün, valideynlərinin, istəyənlərinin günahlarının Allahdan bağışlanmasını istəyər. Və Allah da bağışlayar. Çünki Allah buyurur ki, kim bağışlanma istəsə mən onu bağışlayaram. Amma hədisin ikinci hissəsi daha maraqlıdır. Deyir və Allah gələcək günahlarını da bağışlayar. Bu necə olur? Bunun mənası budur ki, insan orada dua edir, İlahi özün mənə kömək ol. Qaydandan sonra da mən buradakı halımı qoruyum, saxlayayım, günahlardan uzaq olum. Qaydandan sonra o məsuliyyəti özündə hiss eləyir. Günah qarşısına çıxan zaman günaha getmir ki, mən Həzrət Hüseynin zəvvarıyam. Şayət bacarmasa günahla, gücü çatmayanda Allah yardımı ilə onu günahdan ayırır. Və bu da olur onun gələcək günahlarına bağışlanması. Bu çox mühüm məsələdir. İnsan istər ziyarət mövzusunda, istər digər məsələlərdə ifrat və təfritdən uzaq olmalıdır. Mehvər Allahdır, Allahdan başqa heç kəsi
müstəqil qüdrət bilmək olmaz. Və o Allahın da huzuruna vasitəsiz də getməyi insan qəbul eləməli. Başa düşməlidir, bu mümkündür. Əli əleyhissalam Nəhcül Bəlağədə cihadı 10 dənə əməl sayır, namazı, sədəqəni filanı Allaha gedən və aparan vasitə hesab eləyir. Biz elə bilirik ki, vasitələr təkcə şəxslərlə olur, əməllərlə də insan vəsilər oldu oynayır və Allahın huzuruna gedə bilir. Bu bir. İkinci mühüm məsələ ailə mövzusunda ifrat və təfriddən çəkinmək. Bu da günümüzün böyük bəlalarından biridir. Quran-ı Kərim Nisa surəsində və aşiruhunnə bil məruf kişilərə tapşırır ki, ailələrinizlə gözəl şəkildə rəftar eləyin. Əslində bu qarşılıqlıdır. Ailə mühitində qarşılıqlı şəkildə bir-birinə ehtiram olmalıdır. Allah qeyrətlidir və qeyrətli olanları sevir. Həzrəti Rasulullah buyurur. Amma burada da ifrat və təfriddən uzaq olmalıdır bir insan. Bir insan o qədər ifrat eləyir, bəzən görürsən ki, bir evi ailəsi üçün zindan qərar verir. Ailənin qeyrəti çevrilib artıq yersiz, mənasız qısqanclığa. Və o qadın üçün o ev olub zindan. Bu yaşayışın 2 dənədən başqa yolu yoxdur. Ya o formada zindan həyatında zəhrimar kimi və acı həyat yaşayıb dünyasını dəyişəcəklər. Qadın bəlkə də Allah rəhm elədi, dözüb səbr elədiyinə görə nicat tapacaq, amma kişi o həyatı o qadına yaşatdığına görə cəhənnəmdə yanacaq. Qəbr əzabını dadacaq. Ailəsi ilə bədaxlaq olun. Ailəsinin çətinlikdə yaşadan insanların birinci cəzasını Allah qəbirdə yaşadır. Qəbir sıxıntısı ilə ona yaşadır. Ona görə Quran tapşırır ki, xanımlarınızla xoş rəftar eləyin. İkinci, övladlarla münasibətdə də bu cür olmalıdır. Dinin təqdim elədiyi övlad tərbiyəsi sıxma, boğma ilə deyil. Yalnız mən deyən də mən deyən olacaq demək deyil. Bu yanlış tərbiyə metodudur. Belə olan halda uşağa səhv eləmək imkanı verməyəndə uşaq ya qorxaq olur, qorxaq ruhiyyədə böyüyür. İkinci, şücaətli olmur, şücaətsiz biri olur. İndiki təbirlə desək, özgüvənsiz olur. Bəzən, bəzi şeylərdə ki, həyata əhəmiyyətli olmayan şeylərdə uşağı səhv eləməsinə şərait yaradılmalıdır ki, qoy səhv eləsin, özü təcrübə əldə eləsin. Haçana kimi yönəldiləcək. İnsan öz başına gələn hadisələrdən daha çox ibrət alır. Sizə bir Quran-ı Kərimdən nümunəni oxuyum. Bilirsiniz, peyğəmbərlərə vəhiylər neçə cürdür? Bəzən yuxu vasitəsilə olub, bəzən mələk vasitəsilə, bəzən birbaşa ki, Quran-ı Kərimdə bunun ayəsi var. İbrahim peyğəmbərə Allah yuxuda o ki, görür övladın qurban kəsir. İbrahim peyğəmbər nə eləyir? Gəlir övladı İsmailin yanına deyir ki, mən yuxuda belə bir şey görmüşəm. Nə düşünürsən? İsmail nə deyir? Ya əbəti, if'əl ma tu'mər, sətəciduni inşaallah minəs sabirin. Atacan, sənə əmr olunanı icra elə, məni səbr eləyənlərdən görəcəksən. Bir evin içərisində övlad ata münasibətidir. Allahın əmrin, demir ki, Allahın əmridir, sən kimsən? Gəlir övladına deyir ki, sənin bu barədə fikrin nədir? Sən nə düşünürsən? Təkcə bunun içərisində bir aylıq minbər yatır ki, insan bu ayəni şərh eləyə, izah eləyə, həm özünə, həm başqalarına faydası olsun deyə. İfrat və təfriddən insan uzaq olmalıdır və mümkün qədər çalışmalıdır ki, orta yolu tutsun. Dostluqda hakeza. İmam Əli əleyhissalam buyurur ki, dostluyla, bir nəfərlə dost olanda bütün sirləri yonu açıb demə. Çünki həyatın işin bilmək olmaz. Sabahları düşmən olarsan. Biri ilə də düşmənçilik eləyəndə bütün sərhədləri aşırma. Çünki sabahları dost ola bilərsən. Nə çox dünyada dostlar düşmənə, düşmənlər dosta çevrilir. Bu gözümüzün qabağında olan şeylərdir. Ona görə Quran-ı Kərimin ayəsinə əsasən Allah bizi orta ümmət olaraq görmək istəyir. İfrat və təfriddən uzaq olaraq görmək istəyir. Allah hər birimizə bu şərəfi nəsib eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi
və bərəkatuhu.